Salam, bugün mətbəximdə həm rəngli, həm yüngül, həm də inanılmaz diyetik bir möcüzə hazırladım. Bu yemək həm gözü doyurur, həm də bədəni rahatladan dadı ilə özünə heyran edir. İlk olaraq bir qabın içinə incə-incə rəndələnmiş qabaq və yer kök əlavə edirəm. Bu iki tərəvəzin təravəti elə birləşir ki, daha qarışdırmadan belə rəngi adamın könlünü açır. Üzərinə 3 ədəd yumurta, 2 qaşıq yoğurt, zövqə görə duz, isot və digər ədviyyatlar əlavə edə bilərsiniz. Sonra bu gözəl qarışığı nazik şəkildə soba listinin üzərinə yayıram və cəmi 15 dəqiqə ərzində bişirirəm. Sobadan çıxanda elə incə, elə zərif bir qat alınır ki, baxdıqca adamın iştahı açılır. Tam soyuduqdan sonra içinə müxtəlif göyərtilər, təravətli tərəvəzlər və zövqə uyğun istənilən yüngül içlik əlavə edirəm. Sonra onu yavaş-yavaş incə rulet halına gətirirəm. Nəticədə həm görüntüsü ilə masa bəzəyi olur, həm də dadı ilə ürək oxşayır. Bu yemək niyə bu qədər faydalıdır? Kabak bədəni şişkinlikdən azad edir, çox az kalorilidir və yüngüllük verir. Yer kökü A vitamini deposudur, gözlər üçün möcüzədir. Yumurta yeməyə bağlayan güclü protein mənbəyidir və toxluq hissi verir. Yoğurt həzmə kömək edir, yeməyi daha da diyetik və yüngül edir. Bu rulet yeməyi həm diyet saxlayanlar üçün ideal seçimdir, həm də süfrəyə renk katmaq üçün hər kəs üçün əvəz olunmazdır. Əziz izləyicilər, əgər belə yüngül, faydalı və rəngli reseptləri xoşlayırsınızsa kanalıma abunə olmağı, videomu bəyənməyi unutmayın. Hələlik.